Maddə 12 sertifikatın tərkibi. Sertifikata əsasən aşağıdakı məlumatlar daxil edilir. Baxın, bu imtahan sualı ola bilər. Diqqətli olaq burada. Deməli, sertifikatı verən mərkəzin adı və ünvanı, sertifikatın seriya nömrəsi, imza sahibinin adı, atasının adı, soyadı, yaxud da istifadə üçün göstərdiyi təxəllüs, sertifikatın qüvvədə olma müddəti, mötərizəyə diqqət yetirək, müddətin başlandığı və qurtardığı vaxt. Yanlış bənd kimi yaza bilərlər ki, yalnız müddətin başlandığı vaxt. Sonra imza sahibinin imza yoxlama məlumatı və imza yoxlama məlumatının istifadə ediləcəyi imza vasitələrinin adı. Deməli, bunlar sertifikata daxil edilən məlumatlardır. 12.2. Sertifikat kağız daşıyıcıda verildikdə mərkəzin rəsmi blankında tərtib edilir, səlahiyyətli şəxsin əl imzası və mühürlə təsdiq olunur. Sertifikat elektron formada verildikdə isə onu verən mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilir. Diqqətli olaq. Misal üçün, yanlış bənd kimi yaza bilərlər ki, misal soruşa bilərlər ki, sertifikat elektron formada verildikdə mərkəzin rəsmi blankında tərtib edilir və səlahiyyətli şəxsin əl imzası ilə və mühürlə təsdiq olunur. Bu təbii ki, yanlışdır. Çünki bu elektrona aid deyil. Bu kağız daşıyıcıya aiddir. Sizdən kağız daşıyıcının yerinə elektron yaza bilərlər. Yaxud elektron yerinə kağız daşıyıcını yaza bilərlər. Diqqətli olaq. Çünki Dövlət İmtahan Mərkəzi tez-tez bu tip cümlələrdən istifadə edir imtahanlarda. Sonra təqdim olunmuş məlumatlar imza sahibini dəqiq identikləşdirməyə imkan verdikdə şəxs göstərici kimi təxəllüsdən istifadə edə bilər. Deməli, şəxs hansı halda təxəllüsdən istifadə edə bilər? Təqdim olunmuş məlumatlar imza sahibini dəqiq identikləşdirməyə imkan verdikdə. Baxın, diqqətli olun. Bunu belə də yaza bilərlər imtahanda yanlış bənd kimi. Təqdim olunmuş məlumatlar imza sahibini dəqiq identikləşdirməyə imkan vermədikdə şəxs göstərici kimi təxəllüsdən istifadə edə bilər. İmkan verdikdə sözünü dəyişib imkan vermədikdə yaza bilirlər. Bu tip cümlələr daha çox elektron imza və elektron sənəd haqqında qanunda daha çox istifadə olunur testlərdə. Ona görə diqqətli olmaq lazımdır. Bu halda imza sahibinin təxəllüsdən istifadə etməsi sertifikatda aşkar qeyd olunur. Daha sonra 12.4. Fiziki şəxslərə verilən təkmil sertifikatda əlavə olaraq aşağıdakılar göstərilir. Deməli, baxaq nələr göstərilir. Bu da imtahan sualı ola bilər. Sertifikatı verən akreditə edilmiş mərkəzin adı və ünvanı. Təkmil sertifikat olması barədə qeyd. Sertifikatın istifadə sahələri və məhdudiyyətləri. Daha sonra sertifikat şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının, burada müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Daxili İşlər Nazirinin şəxsiyyət vəsiqəsi verən yerli orqanlar həyata keçirir. Bunu da yadda saxlayaq. Düzdür, imtahana salmırlar, amma yenə də bilməyiniz vacibdir. Deməli, sertifikat şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının sorğusu əsasında verdikdə həmin orqanın adı yazılmalıdır. Daha sonra fiziki şəxslərə verilən təkmil sertifikat onu verən akredit edilmiş mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilir. Diqqətli olun, yaza bilərlər ki, fiziki şəxslərə verilən təkmil sertifikat onu verən akredit edilmiş mərkəzin imzası ilə təsdiq edilir. Misal üçün, gücləndirilmiş imza olan yerlərə bəzən imza yazırlar, səhv bənd kimi götürürlər, bir dəfə də düşüb imtahanda. Daha sonra akredit edilmiş mərkəzə verilən təkmil sertifikatda aşağıdakılar göstərilməlidir. Diqqətli olaraq baxın, bu məlumatlar da imtahan sualıdır, düşə bilər sizə. Deməli, sala bilərlər ki, akredit edilmiş mərkəzə verilən təkmil sertifikatda nələr göstərilməlidir? Deməli, sertifikatı verən orqanın adı və ünvanı, təkmil sertifikatı olma barədə qeyd, sertifikatın istifadə sahələri və məhdudiyyətləri. Daha sonra akredit edilmiş mərkəzə verilən təkmil sertifikat onu verən orqanın gücləndirilmiş imzası ilə təsdiq edilir. Diqqətli olun, bu da imtahan sualı ola bilər. Sonra sertifikata daxil edilən digər məlumatlar mərkəzdə imza sahibi arasında bağlanmış müqavilədə göstərilir. Deməli, yaza bilərlər ki, yanlış bənd kimi. Sertifikata daxil edilən digər məlumatlar mərkəzlə müvafiq icra hakimiyyəti orqanı arasında bağlanmış müqavilə göstərilir.
Təbii ki, bu səhvdir. Deməli, mərkəzlə imza sahibi arasında bağlanmış müqavilə göstərilir. Sertifikat aşağıdakı hallarda etibarsız sayılır. Burada da diqqətli olun, bu da imtahan sualı ola bilər. Deməli, qanunvericiliyə müvafiq qayda verilmədikdə, qüvvədə olma müddəti bitdikdə, sertifikatı vermiş mərkəzin gücləndirilmiş imzası həqiqi olmadıqda, həqiqi olduqda yaza bilərlər, diqqətli olun. Sertifikatın qüvvəsi dayandırılmış və ya ləğv edilmiş olduqda, onda qeyd olunmuş münasibətlərdə istifadə edilmədikdə. Deməli, bu hallarda deməli sertifikat etibarsız sayılır. Çox rahatdır, bunu öyrənmək elə də çətin deyil. Maddə 13 sertifikatın qüvvəsinin dayandırılması və bərpa edilməsi. Sertifikatın qüvvəsi mərkəz tərəfindən aşağıdakı hallarda dayandırılır. Bu da imtahan sualıdır, diqqətli olmaq lazımdır. İmza sahibi müraciət etdikdə, qanunvericiliyə və ya müqavilə əsasən səlahiyyətli şəxsin müraciəti əsasında, baxın, yanlış bəyan kimi yaza bilərlər ki, sertifikatın qüvvəsi mərkəz tərəfindən yalnız qanunvericiliyə əsasən şəxsin müraciəti əsasında dayandırıla bilər. Qanunverici yox, müqavilə əsasında dayandıra bilər. İmza sahibi müraciət etdikdə dayandıra bilər. Yəni bir neçə hallar var. Daha sonra sertifikatın verilməsi üçün əsas olan məlumatların düzgünlüyünə və ya imza sahibinin imza yaratma məlumatlarının təhlükəsizliyinə mərkəzin əsaslı şübhələri olduqda, baxın burada əsaslı sözü vacibdir. Əsaslı şübhələri olduqda, əsaslı yəni əsassız yaza bilərlər, diqqətli olun. Sertifikatın qüvvəsinin dayandırılması barədə mərkəz dərhal imza sahibinə müraciət etmiş səlahiyyətli şəxs, deməli səlahiyyətli şəxsə məlumat verir və sertifikatlar reyestrində müvafiq qeydiyyat aparır. Bu qanun 13.1.3-cü maddəsi nəzərdə tutulmuş halda, yəni bu burada gördüyünüz halda sertifikatın qüvvəsi 48 saatdan artıq dayandırıla bilməz. Yəni sertifikatın verilməsi üçün əsas olan məlumatların düzgünlüyünə və imza sahibinin imza yaratma məlumatlarının təhlükəsizliyinə mərkəzin əsaslı şübhələr olarsa, sertifikatın qüvvəsinin dayandırılmasına 48 saatdan artıq yol verilə bilməz. Misal üçün yaza bilərlər ki, sertifikatın verilməsi üçün əsas olan məlumatın düzgünlüyünə və imza sahibinin imza yaratma məlumatlarının təhlükəsizliyinə mərkəzin əsaslı şübhələri olduqda sertifikatın qüvvəsini 12 saat dayandıra bilər. Yaxud da 24 saat dayandıra bilər. Düzdür, bu tipdə cümlə yoxdur burada. Amma 48 saatdan artıq dayandırıla bilməz yazılıb. Deməli, 48 saata qədər dayandıra bilər. Əsas odur ki, 48 saatdan artıq olmasın. Yalnız baxın bu halda. Digər hallara şamil olunmur bu. Daha sonra sertifikatın hüquqi qüvvəsi aşağıdakı hallarda bərpa edilir. Bu da düşə bilər imtahana, diqqətli olaq. Sertifikatın qüvvəsinin dayandırılmasını tələb etmiş imza sahibinin müraciəti və ya müraciət etmiş səlahiyyətli şəxsin icazəsi olduqda, daha sonra mərkəz tərəfindən görülmüş tədbir nəticəsində, daha doğrusu tədbirlər nəticəsində əsaslı şübhələr aradan qaldırıldıqda, sertifikatın qüvvəsinin dayandırıldığı müddət başa çatdıqda. Deməli, bu hallarda sertifikatın qüvvəsi bərpa edilmiş sayılır. Daha sonra sertifikatın qüvvəsinin dayandırılması və bərpa edilməsi üçün müraciətlər yazılı şəkildə edilməli və müvafiq sənədlərlə əsaslandırılmalıdır. Deməli, yaza bilərlər ki, sertifikatın qüvvəsinin dayandırılması şifahi şəkildə edilməlidir. Şifahi yox, yazılı şəkildə edilməlidir və müvafiq sənədlərlə əsaslandırılmalıdır. Yaxud da yaza bilərlər ki, sertifikatın qüvvəsinin dayandırılması hər hansı sənədlərlə əsaslandırılmadan yaxud da hər hansı əsaslandırılma aparılmadan yazılı şəkildə edilməlidir. Bu da səhv bənddir. Yəni cümləni invers edib müxtəlif versiyalarda sala bilərlər. Diqqətli olun, əsas mahiyyətini başa düşün. Sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi əlaqədar yaranan münasibətlər qanunverici ilə tənzimlənir. Burada diqqətli olun. Deməli, yaza bilərlər ki, sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi əlaqədar yaranan münasibətlər müqavilə ilə tənzimlənir. Çünki müqavilə sözü elektron imza və elektron sənəd haqqı qanunda tez-tez istifadə olunduğu üçün gətirib onu misal üçün buraya yerləşdirə bilərlər yanlış bənd kimi. Maddə 14 sertifikatın ləğv edilməsi. Sertifikat aşağıdakı hallarda mərkəzlər tərəfindən ləğv edilə bilər. Deməli, imza sahibinin
müraciəti əsasında. Sertifikatın qüvvədə olma müddəti başa çatdıqda, qanunverici əsasən səlahiyyətli şəxsin qərarı və ya müraciəti əsasında imza sahibi vəfat etdikdə və ya qanunverici müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti itirmiş hesab edildikdə, sertifikatın verilməsi üçün mərkəzə təqdim olunan sənəd və məlumatların saxta, səhv və ya qüvvədən düşmüş olması bəlli olduqda, imza sahibinin imza yaratma məlumatları üzərində nəzarəti itirməsi mərkəzə bəlli olduqda, onda qeyd olunmuş münasibətləri istifadə edilmədikdə, daha sonra imzanın istifadə olunmasını tənzimləyən hüquqi aktların və ya mərkəzlə bağlanmış müqavilənin tələbləri imza sahibi tərəfindən pozulduqda, istifadə edilən imza vasitələrinin sertifikatı hüquqi qüvvəsini itirdikdə və qanunvericə müəyyən edilmiş digər hallarda. Deməli yoldaşlar, burada diqqətli olun. Bir var, mərkəz tərəfindən sertifikatın qüvvəsinin dayandırılması. Bir də var ki, mərkəz tərəfindən sertifikatın ləğv edilməsi. Baxın, ola bilər ki, sizə sual sala bilərlər. Yaza bilərlər ki, aşağıdakı hansı hallarda mərkəz sertifikatın qüvvəsini ləğv edə bilər? Götürüb varianta mərkəzin sertifikatın qüvvəsini dayandırdığı halı yaza bilərlər. Baxın, bu ikisini qarışdırmayın. Çünki bunları əmin olun ki, testlərdə yerlərini dəyişdirəcəklər. Ola bilər ki, sizdən sertifikatın ləğv edilməsi halını soruşarlar. Gətirib bəndə sertifikatın qüvvəsinin dayandırılması halını yaza bilərlər. Biri ləğv olunmadı, biri qüvvəsinin dayandırılmasıdır. Qüvvəsi dayandırılanda yenidən bərpa oluna bilər, amma ləğv olunanda bərpa olunmur. Daha sonra sertifikatın qüvvəsinin ləğv edilməsi barədə mərkəz imza sahibinə müraciət etmiş səlahiyyətli şəxsə məlumat verir və sertifikatlar reyestrinin düzəlişlər barədə qeydiyyat aparır. Sertifikatın ləğv edilməsi əlaqədə yaranan mübahisələr məhkəmə qaydasında həll edilir. Diqqətli olun, yaza bilərlər ki, sertifikatın ləğv edilməsi əlaqədə yaranan mübahisələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilir. Diqqətli olun, məhkəmə tərəfindən ləğv edilir olmalıdır. Maddə 15. Sertifikat xidmətləri üzrə sənədlərin saxlanılması. Sertifikatda göstərilmiş istifadə sahələri üzrə Azərbaycan Respublikasının qanunverici ilə müəyyən edilmiş müddət ərzində hüquqi qüvvədə olan, qüvvəsi dayandırılmış və ləğv edilmiş sertifikatlar, həmçinin ona aid digər sənədlər və məlumatlar mərkəzdə saxlanılır. Mərkəz sertifikatın saxlandığı dövrdə informasiya sistemi istifadəçilərinin sertifikata sərbəst, fasiləsiz müraciətini təmin edir, onunla bağlı sorğularına cavab verir. Deməli, bunları mərkəz edir yoldaşlar. Mərkəz aşağıdakı sənədlərin saxlanmasını təmin edir. Bu da imtahana düşə bilər, diqqətli olun. Sertifikat xidmətlərinin təhlükəsizliyin təmin edilməsinə aid sənədləri, imza sahibləri ilə bağlanmış müqavilələri, mərkəzin sertifikatı əsasında verilən sənədlərin sürətlərini, diqqətli olun, müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqavilələr yaza bilərlər. Sonra imza sahibinin təlimatlandırılmasını təsdiq edən sənədləri və sonunda sertifikatın hüquqi qüvvəsinin dayandırılması, bərpa edilməsi və ləğv olunması haqqında sənədləri. Deməli, mərkəz az öncə sadaladığım sənədlərin saxlanmasını təmin edir. 15.4. Mərkəzdə saxlanma müddəti bitdikdən sonra sertifikat reyestrdən çıxarılır və arxivə verilir. Arxivdə saxlanma müddəti bu dövrdə sertifikatların sürətlərinin və onlar barəsində digər məlumatların verilməsi qaydası qanunverici ilə tənzimlənir. Bax, diqqətli olun, müqavilə yaza bilərlər yenə. Qanunverici ilə tənzimlənir olmalıdır. Maddə 16. Xarici ölkələrə verilmiş sertifikatların tanınması. Bu da düşə bilər imtahana, diqqətli olun. Xarici ölkələrdə verilmiş sertifikatlar Azərbaycan Respublikasında aşağıdakı hallarda hüquqi qüvvəyə malik olur. Birinci, sertifikatı verilmiş mərkəz Azərbaycan Respublikasında akreditdən keçmişdirsə, Azərbaycan Respublikasında diqqətli olun. Sertifikat bu qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş təhlükəsizlik tələblərinə uyğundursa, sertifikatı Azərbaycan Respublikasında akredit edilmiş mərkəz və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən təminat verilirsə, burada müvafiq icra hakimiyyəti orqanı səlahiyyətlərini Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri həyata keçirir. Bunu da bilməyiniz vacibdir.
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilə nəzərdə tutulmuş xarici mərkəzlər tərəfindən verilmişdirsə. Daha sonra maddə 17 mərkəzlərin hüquqları, vəzifələri və məsuliyyəti. Deməli, mərkəzlər aşağıdakı hüquqlara malikdir. Diqqətli olun, bu da imtahana düşə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi müvafiq olaraq öz fəaliyyətini təmin etmək və tənzimləmək. Qanunvericiliyə müvafiq olaraq diqqətli olun. Bu qanunda nəzərdə tutulan sertifikat xidmətlərini göstərmək. Daha sonra təkmil sertifikatlarla bağlı xidmətlər göstərmək üçün müvafiq icra hakimiyyəti orqanı, yəni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində akreditdən keçmək, fəaliyyəti ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət etmək, Azərbaycan Respublikasının qanunvericiliyə uyğun qaydada fəaliyyətinə xitam vermək, qanunvericiliyə uyğun qaydada olmalıdır, diqqətli olun. Mərkəzin qeydiyyatın və akreditəsinin ləğv olunması, sertifikatın qüvvəsinin dayandırılması yaxud da ləğv edilməsi ilə bağlı qərarlardan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət vermək. Diqqətli olun. Yalnız inzibati qaydada şikayət vermək hüququ yazırlar. Diqqətli olun. İnzibati qaydada şikayət vermək hüququ var. Məhkəmə qaydasında da şikayət vermək hüququ var. Daha sonra ödənişli əsaslarla sertifikat xidmətləri göstərmək və diqqətli olun, ödənişli yox, ödənişsiz əsaslarla yaza bilərlər. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq sertifikatın istifadə sahələrini və məhdudiyyətlərini müəyyən etmək. Daha sonra mərkəz sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlanmazdan əvvəl onu sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditasiya vəziyyəti barədə məlumatlandırmalıdır. Baxın, müqavilə bağladıqdan sonra yaza bilərlər. Bu əvvəli dəyişib sonra yaza bilərlər. Diqqətli olun yoldaşlar. Daha sonra mərkəzlər aşağıdakı vəzifələri yerinə yetirir. Bu da imtahana düşə bilər. Mərkəzlərin vəzifələri kimi soruşa bilər ki, sizdən mərkəzlərin vəzifələri hansılardır? Yaxud da situasiya tipli sual sala bilərlər. Gətirib bəndlərin birindən, misal üçün, burada yazılan bir halı yazarlar və deyirlər ki, bu mərkəzin vəzifəsidir. Ona görə vəzifələri bilmək mütləq şərtdir. Deməli, fəaliyyətin təhlükəsizliyi və imza sahibi barəsində məlumatların mühafizəsini təmin edir. İmza sahibinin təqdim etdiyi sənədləri araşdırır və zəruri hallarda onların yoxlanması məqsədilə aidiyyatı dövlət orqanına müraciət edilir. Sonra sertifikatların reyestrini aparır, onun aktuallığını və ona sərbəst, fasiləsiz müraciət edilməsi üçün lazımi şəraiti təmin edir. Sertifikatlar barədə məlumatlar verir. Sertifikat xidmətləri üzrə sənədləri və məlumatları saxlayır. Bu qanunun 13-cü və 14-cü maddələri nəzərdə tutan hallarda sertifikatların qüvvəsini dayandırır, bərpa və ya ləğv edir. Bu barədə imza sahibini və müraciət edən siyasi şəxsi məlumatlandırır. Daha sonra fəaliyyəti barədə müvafiq icra hakimiyyəti, yəni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat təqdim edir və onun sorğularına cavab verir. Fəaliyyətə başladığı müddət nəzərə alınmaqla hər ay yaza bilərlər. İnformasiya sisteminin təhlükəsiz auditinin keçirilməsini təmin edir və nəticəsini 30 gün ərzində, bax bu müddət də vacibli düşə bilər imtahana. 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edir, yəni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə. Müvafiq icra hakimiyyəti orqanı, yəni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən fəaliyyətin nəzarət edilməsinə şərait yaradır. Və sonuncusu Azərbaycan Respublikasının qanunvericiliyində və ya tərəflər arasında müqavilədə nəzərdə tutulmuş digər vəzifələri icra edir. Deməli yoldaşlar, buna da diqqət yetirmək lazımdır. İmtahana düşə bilər. Mərkəzlərin hüquqları hansılardır? Sonra, daha doğrusu mərkəzlərin vəzifələri hansılardır? Növbəti. Mərkəzlər aşağıdakılara görə məsuliyyət daşıyır. Bu da imtahan sualı ola bilər. Fəaliyyətin təhlükəsizliyinə, imza yaratma məlumatlarına və imza sahibi barəsində məlumatların mühafizəsinə görə, sertifikatdakı məlumatların tamlığı və düzgünlüyünə görə, sertifikat xidmətlərinin keyfiyyətinə və dəqiqliyinə görə, sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ləğv edilməsinə görə, diqqətli olun, qanunsuz sözünü çıxara bilərlər. Yaza bilərlər ki, sertifikatın qüvvəsinin dayandırılması və ləğv edilməsinə görə qanunsuz sözü mütləq orada olmalıdır.
Mərkəzin fəaliyyəti nəticəsində imza sahibinə maddi zərər vurulmasına görə və sonuncusu, sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına görə, bax çatdırılmasına görə yaza bilərlər, diqqətli olun. Daha sonra akreditə edilmiş mərkəz təkmil sertifikatların verilməsini Azərbaycan Respublikasının qanunvericiliyinin bu qanun və müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirir və sertifikatda onun istifadə sahələrinin məhdudiyyətlərini göstərir. Deməli, akreditə edilmiş mərkəz təkmil sertifikatların verilməsini nəyə uyğun olaraq həyata keçirir? Qanunvericiliyə uyğun olaraq, elektron imza və elektron sənəd haqqında qanuna uyğun olaraq, bir də ki, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq. Təkmil sertifikat və xarici sertifikat xidmətləri mərkəzinin sertifikatına təminat verilmiş, akreditə edilmiş mərkəz imza istifadəsinə vurulmuş zərərə görə qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar. İmza sahibi tərəfindən müqavilə imza sahibi tərəfindən müqavilə şərtlərinin pozulması, sertifikatın təyinatına riayət edilməməsi, yəni bu iki hala görə və bu iki halda yaranmış zərərə görə mərkəzlər məsuliyyət daşımayacaq. Deməli, mərkəzlər nəyə görə məsuliyyət daşımayacaq? İmza sahibi tərəfindən müqavilə şərtlərinin pozulması və sertifikatın təyinatına riayət edilməməsi nəticəsində imza istifadəsinə vurulmuş zərərə görə. Misal üçün, yaza bilərlər ki, yanlış bənd kimi imza sahibi tərəfindən müqavilə şərtlərinin pozulması və sertifikatın təyinatına riayət edilməməsi nəticəsində imza istifadəsinə vurulmuş zərərə görə mərkəzlər məsuliyyət daşıyır. Səhvdir bu. Mərkəzlər bununla bağlı məsuliyyət daşımır. Məntiqlə də yanaşsaz yoldaşlar, yəni ki, cümləni oxuyanda, mahiyyətini başa düşəndə mərkəzlərin məsuliyyət daşımadığı açıq-aydın bəlli olur. Daha sonra maddə 18 sertifikat xidmətlərinə aid tələblər. Mərkəzlər fəaliyyəti dövründə texniki kadr və maliyyə imkanlarına, o cümlədən istifadəçilərə vurula biləcək zərəri ödəmək üçün maliyyə imkanlarına malik olmalı, etibarlı və fasiləsiz xidmət göstərməlidirlər. Mərkəzlər sertifikatların elektron imza yaratma və yoxlama məlumatlarının verilməsi üçün sertifikatlaşdırılmış imza vasitələrindən istifadə etməlidirlər. Sertifikatlaşdırılmış. Mərkəzlər fəaliyyətə başlamazdan əvvəl və qeydiyyatdan keçdikdən sonra hər il informasiya sisteminin auditini keçirməli. Baxın, hər il. Sistemdən etibarlı istifadəni təmin edən texniki və texnologiyaları tətbiq etməlidir. Hər ilin altından xətt çəkin yoldaşlar, çünki bunu dəyişib hər ay edə bilərlər. Mərkəzlər fəaliyyətin təmin edilməsi məqsədilə bilikli, təcrübə və səriştəli işçi heyətinə malik olmalıdırlar. Bilikli, təcrübəli və səriştəli. Maddə 19 sertifikat xidmətləri mərkəzinin fəaliyyətinə xitam verilməsi. Deməli, mərkəzin fəaliyyətinə xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Deməli, mərkəz fəaliyyətinə xitam verilməsinə ən azı 30 gün qalmış mediada və digər vasitələrlə elan verir. Qüvvədə olan sertifikatlara malik imza sahiblərini sertifikatlarına təminat verdiyi təminat müqavilələri bağladığı sertifikat xidmətləri mərkəzlərini və müvafiq icra hakimiyyəti orqanını xəbərdar edir. Baxın, burada müddət vacibdir, imtahana sual kimi düşə bilər. Deməli, mərkəz fəaliyyətinə xitam verilməsinə ən azı neçə gün qalmış? 30 gün qalmış. Baxın, 20 yaza bilərlər, 25 gün yaza bilərlər. Yəni, 30 gün qalmış hara məlumat verməlidir? Deməli, mediada və digər vasitələrlə elan verməlidir. Qüvvədə olan sertifikatlara malik imza sahiblərini, sonra sertifikatlarına təminat verdiyi, təminat müqavilə bağlı sertifikat xidmətləri mərkəzlərini və müvafiq icra hakimiyyəti orqanı, yəni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini xəbərdar etməlidir. 30 gün qalmış. Elanın verilməsindən 30 gün keçdikdən sonra isə mərkəz qüvvədə olan sertifikatların ləğv edilməsini həyata keçirir. Akreditə edilmiş mərkəz fəaliyyətinin xitam verilməsi barədə elandan 30 gün keçdikdən sonra imza sahiblərinin razılığı ilə təkmil sertifikatları, onlarla və imza istifadəçilərinin sorğuları ilə bağlı məlumatları
akkreditə edilmiş başqa mərkəzə və ya müvafiq icra hakimiyyəti orqanına təhvil verməlidir. Təhvil verilməmiş sertifikatlar ləğv edilir və bu qanunun 15-ci maddəsinə uyğun olaraq saxlanılmaq üçün müvafiq icra hakimiyyətinə verilir. Deməli, yazırlar ki, təhvil verilməmiş sertifikatlar ləğv edilmədən bu qanuna uyğun olaraq saxlanmaq üçün müvafiq icra hakimiyyəti orqanına verilir. Ləğv edilmədən yaza bilərlər. Baxın, ləğv edilir və daha sonra qanun tələblərinə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilir. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mərkəzlərin qeydiyyatının akkreditəsini ləğv edə və fəaliyyətinə xitam verilməsi barədə iddia qaldıra bilər. Bu da düşə bilər imtahana, düşə bilər ki, hansı hallarda müvafiq icra hakimiyyəti orqanı qanunvericiliyə uyğun olaraq mərkəzlərin qeydiyyatını, daha sonra akkreditəsini ləğv edə və fəaliyyətinə xitam verilməsi barədə iddia qaldıra bilər. Düşə bilər bu imtahana. Ona görə bu halları mütləq şəkildə bilməliyik. Qeydiyyat üçün təqdim edilmiş məlumatlar və sənədlər düzgün olmadıqda və ya qüvvəsini itirdikdə, fəaliyyəti zamanı müntəzəm olaraq qanun pozuntularına yol verdikdə, bu iki halda deməli iddia qaldıra bilər müvafiq icra hakimiyyəti orqanı. Korporativ informasiya sisteminə xidmət edən mərkəzin fəaliyyətinə sistemin mülkiyyətçisinin qərarı ilə və ya iştirakçıların razılaşmasına uyğun olaraq xitam verilə bilər. Yaza bilərlər ki, korporativ informasiya sisteminə xidmət edən mərkəzin fəaliyyətinə yalnız sistemin mülkiyyətçisinin qərarı ilə xitam verilə bilər. Bu yanlışdır. Ya sistemin mülkiyyətçisinin qərarı ilə, ya da ki, iştirakçıların razılaşmasına əsasən. Daha sonra maddə 20 imza sahibinin hüquqları, vəzifələri və məsuliyyəti. İmza sahibi aşağıdakı hüquqlara malikdir. Bu da düşə bilər imtahana. Mərkəzlər, onların xidmətləri, imzaları, imza vasitəsinin istifadəsi və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat almaq, barəsində mərkəzlərdə toplanmış məlumatlarla tanış olmaq və sonuncusu sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ya ləğv edilməsi barədə qərarlar, həmçinin mərkəzlərin fəaliyyəti ilə əlaqədar digər məsələlərlə bağlı qanunvericiliyə uyğun olaraq şikayət etmək. Deməli, bu imza sahibinin hüquqlarına aiddir. İmza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir. Deməli, buna kim cavabdehdir? İmza sahibi və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itildikdə və buna təhlükə yarandıqda imza sahibi müvafiq mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. Deyir ki, yanlış bənd kimi yaza bilərlər ki, imtahanda. Deməli, bunlar üzərində nəzarət itildikdə və təhlükə yarandıqda imza sahibi müvafiq mərkəzlərə xəbər vermədən sertifikatın qüvvəsini dayandırmalıdır. Bu yanlış, çünki sertifikatın qüvvəsini imza sahibi dayandırmır, mərkəz dayandırır. Daha sonra imza sahibi gücləndirilmiş imzanın istifadəsi zamanı uyğun təkmil sertifikatda göstərilmiş istifadə münasibətlərinə riayət etməlidir. Təkmil sertifikatda göstərilmiş istifadə münasibətlərinə. İmza sahibi müqavilə bağlamaq üçün mərkəzlərə müraciət edərkən təqdim etdiyi məlumatların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır. Baxın, yazır ki, imza sahibi müqavilə bağladıqdan sonra təqdim etdiyi məlumatların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşımır. Yaxud da yazır ki, həmin məsuliyyəti mərkəz daşıyır. Yanlışdır bu. Məsuliyyəti imza sahibi özü daşıyır. Bu qanunun 20-ci maddəsində göstərilmiş şərtlərə riayət edilməməsi nəticəsində dəymiş zərərə görə imza sahibi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.